Paytaxtın Yasamal rayonunda qətl hadisəsi olub. Hadisə General Məmməd Şərif Həmidov küçəsi 53 ünvanında qeydə alınıb. İlkin məlumata görə arvadının başını kəsib, daha sonra özünü binanın 14-cü mərtəbəsindən ataraq intihar edib. Bakının Səbail rayonunda məktəbin həyətində ata 2 uşağını dərsə aparan zaman naməlum şəxslərin hücumuna məruz qalıb. Jurnalist Pərvin Abışovanın bildirdiyinə görə, hadisə Səbail rayonunda yerləşən 49 saylı orta məktəbin həyətində baş verib. Biri oğlan, biri qız olmaqla 2 uşağını məktəbə aparan kişi hücuma məruz qalıb. Maşından düşən 5 nəfər kişiyə hücum edərkən uşaqları qaçırıb. Hadisə ilə bağlı polisə məlumat verilib və polis əməkdaşları məktəbə gəlib. Bildirilib ki, hadisə ilə bağlı 2 qadın tutularaq 8-ci polis bölməsinə gətirilib. Cinayət törədən şəxslərin hadisə yerinə gəldikləri maşının tapılması istiqamətində tədbir görülür. Teleqrafın əldə etdiyi məlumata görə uşaqları qaçıran anası olub. Uşaqlar daha öncə Cəlilabad rayonunda təhsil alıblar. Bu ilin aprel ayının 1-dən elektron yerdəyişməklə Səbail rayonu 49 nömrəli məktəbə keçid ediblər. Səhər şagird qəbulu zamanı ana uşağı qaçırmaq istəyib, məktəb rəhbərliyi işə müdaxilə edib, mübahisə yaranıb. Polis valideynləri və yaxın qohumları bölməyə aparıb. Digər bir məlumata görə qaçırılan şagirdlərin əmisi uşağı da 49 nömrəli məktəbdə təhsil alır. Onun da valideynlər arasında münaqişə var. İddiaya görə saxlanılan digər qadın da həmin uşağın anasıdır.